Hər vaxtınız xeyirli olsun. Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir və növbəti baxış iclası keçirilir. Növbəti baxış iclasında zərər çəkənlər və zərər çəkmişlərin hüquqi varisləri ifadə verirlər. Onlar əsasən 2022-2023-cü ildə Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlər zamanı zərər çəkənlərdir. İfadələrdə qeyd olunur ki, həmin illərdə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın ərazilərinə, mövqelərinə mütəmadi şəkildə hücumlar edirdi, müxtəlif təxribatlar törədirdilər. Həmin təxribatların qarşısını silahlı qüvvələrimiz vaxtında alırdı, amma həmin vaxtı çoxsaylı zərər çəkənlər var idi. Çünki düşmən təkcə silahlı qüvvələrimizi, hərbi mövqelərimizi deyil, eyni zamanda yaşayış məntəqələrini də, mülki obyektləri də hədəfə götürürdü. Eyni zamanda hətta üzərində tanınma nişanı olan belə avtomobilləri də hədəfə götürürdü. Raketlərlə yaşayış məntəqələrini vururdu. Həmin vaxtı çoxsaylı vətəndaşlarımız həlak olub və eyni zamanda onlar müxtəlif bədən xəsarətləri alıblar, yaralanıblar. Həmin zərər çəkənlər isə bugün məhkəmədə ifadə verir, haqlarını, hüquqlarını tələb edirlər. Məhkəmə prosesində eyni zamanda Ermənistan Azərbaycana qarşı apardığı mina terrorundan zərər çəkənlər ifadə verirlər. Qeyd edək ki, ifadələrdə də qeyd olunur ki, əsasən ərazilərimiz 2020-ci ildən sonra kütləvi şəkildə mina bastırılmışdı ərazilərimizdə və həmin minadan təkcə silahlı qüvvələrimiz deyil, eyni zamanda mülki vətəndaşlarımız, həmçinin torpaqlarımız azad olunduqdan sonra orada aparılan abadlıq, quruculuq işlərində iştirak edən vətəndaşlarımız, mülki vətəndaşlarımız da zərər çəkiblər. Məhkəmə prosesi açıq keçirilir. Ruben Vardanyan müxtəlif vəsadətlərlə demək olar ki, hər iclasda çıxış edir. Onun hüquqlarını özünün seçdiyi vəkili müdafiə edir. Həmçinin ona öz vəsadətlərini təqdim etmək, fikirlərini ifadə etmək üçün rus dilində tərcüməçi ayrılıb. Açıq keçən məhkəmə prosesini biz ASTV komandası olaraq ilk gündən izləyirik və məlumatları tamaşaçıların diqqətinə çatdırırıq. Bugünkü iclasla da bağlı bizim xüsusi reportajımız olacaq ki, orada daha geniş məlumatlar əksini tapacaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.